Dostlar hamıya salam. Sizinlə bugün Nanula SMR'di. Bizdə şuba salatıdır. Hamı istəyirdi. Və burada tuna konserve olmuş tuna ilə belə lavaşda bir şeylər bilmirəm. Burada fantamız. Gəlin başlayaq. Acından ölürəm əzizlərim. Ay Allah. Çox dadlıdır. Və tunadan belə rulet çıxır. Bugündən idmanla məşğul olmağa başladım. Üstəlik zala yazılmaq istəyirəm. Mən fikirləşirəm o haqda. Yaya hazırlıq. Siz artıq yaya hazırlaşırsınız ya necə? Elə bil biraz qolumda problem var. Gördünüzsə. Onu aradan qaldırmaq lazımdır. Kim görmədisə. Ya mənim dəliliyim tutub. Dedim ki yay gəlir. Formaya düşmək lazımdır. Evdə özüm YouTube'da video yandırdım, məşğul oldum. Fanta sevənlər buradasınız. Çox vaxt kola içirəm, amma həqiqətən zerodur deyə içirəm. Amma belə Fantanı sevirəm. Bugünkü temamız nədir? Kişidə bir arvaddan çox arvad olanda necə baxırsınız? Yəni çox arvadlıq. Allah çox ləzzətlidir. Deməli bir dənə qızı var. Ona baxıram. O yalan demirəmsə Yaponiyada yaşayır. Başı bağlıdır. Birinci dəfə ailə həyatı qurmuşdu. Boşandı çünki uşaq dünyaya gətirə bilməmişdi. İkinci dəfə ailə həyatı qurur. Və yalan demirəmsə, ikinci ya üçüncü həyat yoldaşı da artıq. Və ona o qədər şeylər yazırlar ki, nələri çox negativdir də. Ki buna necə dözürsən, necə göz bağlayırsan. O da yazır ki, yəni mənə xəyanət eləməkdənsə, elə oficial olaraq yəni arvadları var, mən də bunu bilirəm, mənə belə daha rahatdır. Deyir ki, sizcə sizin ərləriniz sizə xəyanət eləmir. Mənə bilirsiniz nə maraqlıdır? Siz bu haqda nə düşünürsünüz? Mən özüm fikrə getdim ki, mən ikinci ola bilərdim. Amma başa düşdüm ki, həqiqətən yox. Axı, özdəki bir həftə bir yerdə qalır. Bir həftə bir evdə, bir həftədə bir yerdə. Yazıq o birisi bir həftəni neyinir bilmirəm. Axı mənə görə insan
qadın bir qısqanclıq hissi olarmı? Mən heç belə insanı sevə də bilməzdim. Məsələn, mənə görə öz ərini kimlənsə bölüşmək maksimal dərəcədə qəribədir. Üstəlik də bilmirəm indi dedim ya yox. Amma ikinci dəfə ərə gedən kişi ilə uşağı oldu. Yalan demirəmsə nəsə etdilər də ki olsun. Prosta bilmirəm buralarda demək olar belə şeylər ya yox. Amma mən həqiqətən bacarmazdım. Bəziləri də yazır ki, güya siz bilmirsiniz ki, sizə xəyanət eləyirlər. Siz bəziləriniz göz bağlayırsınız da, demirsiniz. Ki bilirsiniz, amma hiss edirsiniz. Burada isə gizlin heç nə yoxdur. Hamı hər şeyi bilir. Axı, əgər xəyanət eləyirsən, mənə görə o avtomatiki səni sevmir. Yəni, səni sevirsə də, necə xəyanət eləyir? Yəni, bu iki dənə belə sevgi və xəyanət bir-birinə yəni, bağlı ola bilməz də, yəni. Sevib onu etmək mümkün deyil. Bilmirəm, bəlkə siz başqa cür düşünürsünüz. Amma ki, mən bacarmazdım da. Mən, məsəl üçün, xəyanəti bilsəydim və ailə həyatı qursaydım, mən sразу həmən saniyə boşanmaq. 4 uşaq var, 10 uşaq var, 5 uşaq var, fərqi yoxdur. Mən həmən insan üzünə də baxa bilməzdim. Amma ki, elə qadınlar var ki, uşaqları atadan edir və yaxud da nə, belə şey heç vaxt eləməzdim. Çünki mənə görə boşanan valideynlərdir, amma uşaqlar yenə də həmən insanın qalır. Uşağın psixologiyasını pozmaq lazım deyil. Və atanı da pis eləmək lazım deyil ki, atam pisdir. Ona görə səbəbini demək lazım deyil, sadəcə boşama. Atası ən yaxşı idi, dünyanın ən yaxşı atası idisə, elə də qalmalıdır yəni. Mənə görə atanı pisləmək uşağa lazım deyil. Çünki gələcəkdə psixoloji travması ola bilər. Siz nə düşünürsünüz? Mənə çox maraqlıdır. Yəni, mən həqiqətən bacarmazdım. Doğrudan bacarmazdım. O həmən şəxslə evlənəndən sonra kişi başqasını da gətirmişdi, arvadı kimi. Bir müddətdən sonra. Mənə görə əslində bizdə belə bir şey var, bilirəm müsəlmanlarda, amma mənə görə əgər belə bir şey varsa, deyilməyib, gedib dünyanın ən gözəllərini götürməlisən. Kimlər ki, evi yoxdur, eşiyi yoxdur, belə qadınları götürmək lazımdır, özü istəyinə görə yox. Və yaxud da dul qalan qadınlar var belə. Amma ki, bəziləri bir şey eşidir, başqasını eşitmir. Yəni, öz istəklərini eləyirlər. Yəni, siz nə düşünürsünüz? Mənə çox maraqlıdır. Belə. Uşaqlar, sizlə Nanulya ASMR idi. Öldüm, partladım, 3 dənəsini belə yedim. Yeriyə bilməyəcəm 100%. Güya mən sportla məşğulam, qızlar.
Sabahədək əzizlərim, sizlə Nənül Əsmər idi. Köhnə videom bu. Nənül. Burada köhnə videom çıxıb. Ora basarsınız. Əgər baxmamısınızsa, burada da loqom çıxacaq. Ora basıb takib atın əzizlərim. Mənə dəstək olun. Like eləyin ki, həvəsim olsun davam eləməyə. Sabahədək əzizlərim.